Ay dedem bak. Arvat desem girmeye vaxt tapdı da. Az nədir? Hı? Az işləyəm də. Ha, ben sana evden çıkanda demedim ki ben normal kalgotka veririm. Hı? Az bu ne süzülmüş kalgotka verim sen üstü laklı. Geyinendim lak girip dişimin arasına bayaktan çık. Rafik sen orada ne iş görürsen ha gece vakti? Ay kız ay ben ne iş göreceğim ki? Bilmirəm Rafik, mən də öləm sənsən. Gecə vaxtı evdən kalkotkanı götürüb çıxırsan. Deyirsən ki, gedirəm babat pulla gələcəm. Mən nə fikirləşim, mən nə başa düşüm Rafik? Ay kız ciz danışma sen fikirleştiğin şey değil o. Rafik, indi nə olsun ki kreditin vaxtıdır, pul lazımdır. Qadan alıb, başa düşürəm, kasıbçılıqdır. Gələr, keçər, düzələr. Amma sağ-salamat qayıt evimizə, sən heç nəyə məcbur deyilsən ha. 2 dənə oğlum böyüyür, hə Rafik? Sabah onların üzrə nətər baxasın ha Rafik? Ay kız! Ben sana deyirəm ki narahat olma. Sağ salamat geleceğim evimize. Bir dənə bu söhbəti uzatma. İmkan ver işimi görüm qutarım da. Gücdən girmişəm. Rafik, gecə vaxtı kalkotkanı neyinirsən sən? Yanında kız var ha Rafik? Ay kız ne gəzir benim yanımda? Ay kız da yoktu narahat olma. Daha beter, onda yanında oğlan var.